Herkese salamlar dostlar. Necəsiz? Yəqin yaxşı olasınız. Bu gün sizlərlə birlikdə yeni bir car parking bölümündən təkrardan qarşınızdayım uşaqlar. Yenə həmişə kimi speedrun eləyə videomuza başladıq. Gözəl, eyb olmaz. Sizə öyrəşimiz danışmıram bu mən danışamıram onsuz. Hər nəsə. Uşaqlar, bu gün də nə edirik? Sizin sevdiyiniz bir bölümü eləyəcəyik bu gün. Mənə 100.000 atana çizim verirəm. Bu qədər. Yəni mənə 100.000 atsınlar, çizim verirəm. Deyirsiniz ki, yəni niyə belə bir bölümdür? Yəni yeni izləyənlər üçün deyirəm. Uşaqlar, yəni heç kimə inanmır. O 100.000-i götür, mən gedə də bilərəm. Deyəsiz ki, 100.000 heç bir pul deyil, risk eləməyənlər var. Yəni pul deyil də, yəni mənə də görə 100.000 heç bir pul deyil. Elələri var ki, yəni risk eləmirlər də. Kim də ki 100.000 atacaq, yəni keyflə maşınını götürəcək, sürəcək. Yəni 100.000-ə 50 milyonluq maşın alacaq da. Onda elə başladıq Azərbaycan serverindən, görək kimsə razı olacaqmı? Yazacağam ki, mənə 100.000 atana çizim hədiyyə edirəm. Elələri var tayda yazır ki, nəm yalan danışsan, ya nəm şeysə inanmırlar. Atsınlar, görsünlər də nə deyirəm. Ay titul nə idi? Bir dəqiqə görüm. Oyda özdə ki, belə babat oyunçular var ha, hamısı ranklarına baxın bir daha bunların hamısına. Onda elə başladıq. Bunlar birbaşa atacaqlar ha pulu. Gəlin belə eləyək də. Bu maşını aparaq göstərək. Birinci oyunun biraz kasır, üzürlü sayın. O birinci maşını aparaq göstərək. Oba, qəşəng o yetlər ordadır. Deyim ki, yəni bu mənə 100.000 atanı çizim hədiyyə eləyəcəm. Çizimi birinci görsünlər qoy. Məsələn mən kasıb birinin getməsinə daha çox istəyərəm. Yəni o kasıb biri bütün pulun hamısını verəcək. 100.000-in bütün pulun danışmıram mən. Yəni kasıb bir adam üçün 100.000 çox böyük bir puldur. O 100.000-i verəcək. Amma yəni varlı adamın 50 milyonu varsa 50 milyon hamısını vermir ki, başa düşdünüz necə? Biri pulunun bir hissəsini verir, biri pulunun nəsə şeylər yazıram mən buna. Danışamıram mən bu gün. Aha, əlas. Yazdım bura, görüm cəmatın hamısı hardadır. Cəmatdan sonra yığışıb. Yazdım ki, mənə 100.000 atana çizim hədiyyə. Yəni ondan qorxuram ki, söyüş satı yazalar. Sonra mən başlayayım indi onlarla 20 dəqiqə burada söyüş davasını girim videoda qalsın. Ona görə də gözləyəcəm. Burada gətirim göstərim. Ay Allah, nətər kasır ha bu. Yenə ya. Uşaqlar, üzrsən birdən bir video dayandı. Ona görə çıxmalı oldum oyundan. İndi o videonu mən təzədən düzəltməliyəm, kəsib, yəni bitişdirməliyəm. Yenə başqa bir dənə də odaya girək, görək 100.000-ə, bəlkə heç 100.000 deməyək. Nə qədər deyək, baxın. 100.000 yox da 1 milyon deyəcəm, ona inanmayacaqlar da 1 milyona. Yalnız 1 milyon atmaq da olmur. Videonun axırında endirərəm pulu. Endirmək istəyirəm əslində. Məsələn 2000-3000 deyəcəm, onda da sıra atacaq da, hamı atacaq. Onda heç elə 100.000-dən deyək. Çox çətin bir şeydir. Heç kim atmır. Yəni hərə öz işindədir. Da bilmirlər ki, yanlarında bir sərvət dayanır. Yanlarında 50 milyonluq hədiyyə dayanır. O 100.000-i vermirlər amma. Aha, getdik, girdik bir odamıza. Hamı da bazardadır, əla. Yazdım ki, mənə 100k atana çizim hədiyyə. İnanan yoxdur onsuz da. Heç kim də atmayacaq. Atsalar nə yaxşı. Yəni adımdan görə bilərsiniz. Oyun prosuda adım. Yəni məncə inanarlar. Yəni məni tanıyan varsa əgər bu odadan kimsə atar. Yazdım, oba, Zeold attı. Zeold'un maşınını verək. Zeold, təbrik eləyirəm. Xeyirli, uğurlu olsun. Bax, biraz kasıb adama getdi. 12. Gələ. Xeyirli, uğurlu olsun Zeold. Zeold, xeyirli olsun. Gələ, qaqam. Nə yazıbdı? Oyun prospəndə 37-dən var. 60 olsun, oldu 38, qaqam. Xeyirli olsun. Satdıq mı maşını, satdıq mı? Zeold. Aa, bir dəqiqə, mən hansı Zeolda satdım maşını? Ay zibil, maşını səhv adama satmışam. 2 dənə Zeold var imiş. Nəysə, onsuz o ikisi onsuz da dostular. Zeold, bir dəqiqə, bundan yazdım, bir dəqiqə, yazıram bura. Salam. O biri Zeolda. Ayda, dəqiqə, mən buna indi yazıram axı. Bir dəqiqə, bu necə oldu? Ha, budur, bir dəqiqə. Pulu sən atmışdın. Mən atdım axı. Ayda, səhv adama verdim. Deyirəm, böyük bir havırçılıq. Maşına orada 2 dənə Zeold var imiş. Mən də baxmamışam. Yəni niyə də ikisi də Zeold olsun? Mən elə bildim bunlar adamzat adamzat dolandırmağa gəliblər bunlar. Yəni elə olur da ikisi də adını Zeold yazır, onunla dolandırmağa çalışır. İndidən üzüldü saysın, 100 kasını da götürdüm, 500.000 attım götürmədi.
Da eyb olmaz. O qaqaş canlıya gələr, onun hədiyyəsini verirəm. ID-sini götürmüşəm onun. ID-sini niyə götürdüm? O birisi cəmaatın hamısı adını Ziyault yazıb gələcək ki, mən idim. Narahat olma. ID-sini götürmüşəm onun. Yəni aldada bilməzsən mən. Nəysə, yenə gəldik odaya. Yazaq yenə, başlayaq. Əslində 100 mini atdı atmağına. Səhv adam atmışdı. Eyb olmaz, nəysə. Yenə yazdım. Mənə 100 min atana çizim hədiyyə. Bu maşının da tüstüsü var əməli. Başqa şey də maşındır. Ümid edirəm ki, Eşreftek Maon yazmayıb da, o mən yazmayıb, bildim. Yenə yazıram, mənə 100 min atana çizim hədiyyə. Yəni məntiqlə fikirləşin də. Mən bu boyda rankda, bu boyda yəni maşınım var da, mən niyə sizdən 100 min istəyim axı? Yəni demək ki, realam da yəqin ki. Aha, baxaq. Gətirdim çizimi yenə yanlarına qoydum. Görüm atacaqlarımı, atmayacaqlarımı. Yazdım, mənə 100 min atanı çizim hədiyyə şalar. Gözləyirəm hələ də. Hələ ki heç kim pul atmayıb. Pul atanı da açarım. Risk eləyənlər var. Burada bir dənə Paşayev yazdı ki, limitim dolub da atardım. Bir dənə taşçımız buradadır. Bir də yazıbdı ki, abi mənə çizim ver. Mən dedim 100 min at, mən sizə çizim verəcəm. Görək indi atacaqmı? Gözləyirəm hələ də gözləyirəm. Görək də indi. Atam məncə, atdı. 456 atdı. Xeyirli olsun 456. Xeyirli olsun. Əslində mən niyə pul götürürəm ki? Yox, bədəl ödəsinlər qoydu. Hə, bədəl ödəsinlər. Oydu, maşına bax ala. Budur kasıb. Atdıq, xeyirli uğur. Ay. Bir dəqiqə. 456 atdım birini. Bəsim də o qədər. Aha, bura yazırıq ki, gələ, satdım. Alacaqmı görəsən? Xeyirli olsun. 456 xeyirli olsun. Nə satdım. Aşağılar ikinci çizimi də satdıq hətta. Yəni valla bu video nəsə rahat alındı. Asan da alındı. Verdik. Bəlkə belə eləyək. Qiyməti biraz azaldaq da. Çünki 1000-2000 desəm hamı birdən atacaq. Birinci kim davransa ya da çizim də apar birbaşa sata bilərik. Reklam eləyə bilərik özümüz ki, oyun prosuna abunə yox, elə lazım deyil. 100 min yox. Salacam 20 minə. Mən o qədər də pul lazım deyil. Vəbşə heç pulları da heç birindən götürməyəcəm. Yəni məni istəyə göndərin, o bəsdir. Düz bədəli ödəmədilər ki, çizim alsınlar, amma 100 min nə bədəli? O bədəl deyil ki. Elə bax, birinci pul atana, yazsam ki, mənə birinci pul atana çizim hədiyyə. O da 500 puluza da atacaqlar da. Başqa bir şey fikirləşmək lazımdır. 50 min. 50 min yaxşıdır. 50 min yaxşıdır. 50 min atana çizim hədiyyə. Vəsə. O 100 min dəyişdirəm 50 min. Risk amma bugün çox gedirlər. Keçən bölüm çox çətin almışdı. Grafiklərin anası ağlayır bir dəqiqə. Grafiklərin anası çöktü birdən-birə. Bura yazırıq yenə 100 min yox. Mənə 50k atana çizim hədiyyə. Bunu da bir dənə kopyalayaq. Vəsə. Yazdım. 100 min nə idi? Bir dəqiqə. 50 min. Mənə 50k atana çizim hədiyyə. Yapışdır. Aha. Niyə belə olur? 50k. Aha. Mənə 50k. Hə, köçürə basmayın. Bildim. Mənə 50k atana çizim hədiyyə. Kim atdı? Line mənim dostumdur mu? Yoxsa bir dəqiqə. Bir dənə Line var idi. Adını dəyişdirməyibdisə. Yox, dostum deyil axı. 50k. Mənə 50k atana çizimdir. Uşaqlar, 100 yox. 100 atmayın. Az götürməyəcəm yəni. Line birində atsa götürmüşdüm mən line pulunu. Götürməm məncə. Bir dəqiqə baxım. Yox, götürməmişəm. Mənə lazım deyil. Lazım deyil alma qaqa, nə deyim valla. Yazdıq yenə. Mənə 50 kartını elə belə atıram qaqa. Hə, bildim line. Hə, bildim as line'dır. Çox sağ ol line. Pula ehtiyacımız yoxdur. Elə belə yəni sadəcə şey eləyirəm. Nə yazdı? Buyur. Yazacaq neçəyə satırsan. Aha. Gözləyir, hələ də gözləmədə yenə yapışdıram. Mən 50k atana çizim hədiyyə. Məndə limitdə olub. Neyniyək qaqa? Limitdə olmayaydı. Bəxtin gətirmədi bir dəfə. Sən mənə 100k'ya sat. Ayda pozulur onda. Aha, yazdım. Os deyin şeydi. Yox qaqa, yox. Elə yox, elə alınmaz. Siz mənə 50 min atmalısınız. Yox. Yazıram yenə mənə 50k atan. Nə qədər doldurdum 50k atan çizim hədiyyə. Nə qədər çox doldurdum, çox yazın. Limit dolub məndə. Yəni yazdı. Buyur.
Yəni yazanlar var. Risk eləmirlər sadəcə. Bu Kadirə nəsə acıdım. Eyb olmaz. Challenge düzü pozulmağına, amma heç olmaz. Mən Kadirə yenə də yəni satacağam bunu. Bayaqdan istəyir, eyb olmaz. Bir nəfərin gönlünü şad. Ay, yenə başqa bir Kadir də var. Bir dəqiqə. Yo, eyni Kadirdir, eyni Kadirdir. Bir dəqiqə. Kadir. Gəldik bura, qoş eləməz çox da. Nə oldu ya buna? Yo, 50.000 gözlə qaqa. Ağa 09 sən üzüldü say qaqa. Sən önce satamayacağım qaqa, bayaqdan istəyir. Niyə almırsan da? Yəni bax satıram da. Niyə getmir axı istək? Bax uşaqlar gözünüzün qabağında atıram, istək getmir. Yenə getməsə getmir. Onda ağa 09-a satıram. Bir şey getdi buna. Alsın. Nə deyim qaqa, daha üzüldü sayda da. Mən sənəcə onu satanmaram da. Satırdım da satanmadım. Sözü bilirəm ki, etirəm ortalığa. Bu dəfə maşınımız biraz böyük olduğuna görə büdcə də biraz qalxır. 200.000 istəyəcəm. Çünki maşınımız avtobusdur. Belə deyil bilər də, maşının dəyərinə görə verə bilərdi. Məsələn, M8, sadə M8 sadəcə çizimi varsa 100.000 istəyək. Yox, hansısa maşın xromdur, HP'si məsələn 414 HP'dir, qəşəng hiləlisə ona 200.000 istəyək. Belə də eləyə bilərdik, amma nəsə avtobus üçün 200.000 istəyəcəm. Çizimlidir, çizimli olmağına. Ya mən bunu çizimli hesab edirəm də, almışam çizimlidir də demək ki. Bura yazıram ki, mənə 200k atana çizim hədiyyə. Yenə həmin odaya gəldim, bilirəm, amma eyb olmaz. Köçürdüm. Ay dön buradan, döndüm qəşəng. Buradan çıxamayacaq şimdi bu avtobus. Oba canavar, qəşəng çıxdı. Real pula maşın var da, mən real pula maşın satmıram. Mən onun pulu ilə cəmaata hədiyyə eləyib, nədir? Oba atdı. Avtoşeris atdı atmağına. Onda avtoşerisin də maşını və avtoşeris hardadır? Avtoşeris görmədim deyəsən. Avtoşeris, aha. Gəl qaqa, xeyirli olsun. Gələ, götürdü. Haydi yenə satılmadı ya bu. Avtoşeris. Bu niyə satılmır axı? Başım çıxmır da. Bu niyə satılmır axı? Bir dəqiqə. Nəsə maşını satanmırdım, onda barter istəyə atıram. Dedi maşını yaxşı deyil, barter eləyək, onda eyb olmaz. Avtobusla ayda, bu nə istəklərdir mənə gəlir. Kimdə avtoşeris həbsi atdı, şükür satdım. Yazım bura, xeyirli olsun. Yazdım, xeyirli olsun. Uşaqlar, takipçilərim gəlməyə başlayır yavaş-yavaş. Onları yəni satmaq istəmirəm. Yəni ümumiyyətlə yəni mən cəmaata kömək edirəm, təkcə takipçilərimə yox. Takipçilərimə də yayınlarda dəstək oluram. Yəni yayınlarda çizimlər paylayıram, yarışmalar keçirirəm, çizimlər paylayıram. Yayınları qaçırmaq istəmirsinizsə, bazar günü saat 11:00-da nədir? Başlayacağıq. Bu maşın hiləlidir. Oba Miqalkaz adlı maşın da qəşəng. Aldıq bunu, bayaq görmüşdüm olsa bunu. Nəysə uşaqlar, bugünlük bu qədər olsun. Gələn videolarda, gələn bölümlərdə görüşərik. Bu videonun davamı üçün bilirəm sevirsiniz. Ona görə də 50 like istəyəcəm. Çox istəmirəm. 50 like-dan sonra videonun davamını çəkərəm. Sağ olun, özünüzə yaxşı baxın. Hələlik.